Salam, hər vaxtınız xeyir. Biz bugün sizinlə tərs trigonometrik funksiyalardan danışacağıq. Həm sinus, həm kosinus, həm tangens, həm də kotangens funksiyasından gənclər. Deməli, söhbət nədən gedir? İlk öncə bilməliyik ki, bizim dərsimizdə, bunu necə eləyək, tam geçsin. Bizim dərsimizdə tərs funksiyadan danışanda mən yazacağam ki, sinus funksiyasının tərsi arcsinus x kimi qeyd edilir və yaxud da ki, biz bunu belə də yaza bilərik. Y bərabərdir sinus x üstündə -1. Aydın oldu mu? Sinus üstü -1 x və yaxud. Bu nə deməkdir? 1 bölünsün sinus x funksiyası deməkdir. Arcsinus x funksiyası hansı aralıqdan götürülür? -pi bölünsün 2 ilə müsbət pi bölünsün 2 aralığından götürülür. Yəni bunun qiymətlər çoxluğundan danışanda bu aralığdan, bu intervaldan danışacağıq. Sonra gəlirik arc-kosinus funksiyasına. Arc-kosinus funksiyasında uşaqlar arc-kosinus x funksiyası. Bu arc-kosinus x funksiyası isə 0 pi aralığında götürülür. Bax, fikir versəz, mən kosinus funksiyasında da, sinus funksiyasında da parçadan danışdım. Amma arctangens və arckotangens funksiyalarında isə intervaldan danışacağam. Bax, y bərabər olacaq arctangens funksiyasının isə qiymətlər çoxluğundan danışanda -pi bölü 2 və müsbət pi bölü 2 bu səfər intervaldan danışacağım. Amma y bərabərdir arckotangens x funksiyasının qiymətlər çoxluğu deyəndə 0 pi aralığından danışacağım. Birinci biz bunları bilməliyik. 1, 2, 3, 4. Qiymətlər çoxluğu aralığını. Daha sonra gənclər biz bilməliyik ki, hardan yazaq? Biz bilməliyik ki, arcsinus x üstə gəlinsin. Arccosinus x funksiyası hər zaman pi bölü 2 ilə təyin olunur. Və yaxud arctangens x üstə gəlinsin. Arccotangens x funksiyası bərabərdir pi bölünsün 2 ilə təyin olunur. Hər ikisi, hər zaman. Pi bölü 2 ilə təyin olunacaq uşaqlar. Buradakı x-imiz də biz bilirik ki, -1 ilə müsbət 1-nin aralığında olmalıdır. İkinci qayda uşaqlar. Harda görsək ki, biz tutaq ki, belə yazım da sizin üçün arcsinus x bərabərdir arqumentə. Amma kosinus arcsinus x verilsə bizə arcsinus x, bu bərabər eləyəcək 1 minus a-nın kvadratına. Topluda hansı sual tiplərindən keçirsə ondan danışıram. Və yaxud uşaqlar belə verilə bilər. Arcsinus sinus x. Yenə arcsinuslar gedəcək, qalacaq x-in özü. Amma arcsinus kosinus x isə pi bölü 2 minus x deməkdir. Bununla bağlı topluda suallar yoxdur. Amma mən hər ehtimalı yazdım ki, düşəndə sualların hesablanma qaydasına baxaq, bilək, öyrənək. Gələk, digər formalarını yazmıram uşaqlar. Gəlir sualların üzərinə. Suallarda nə deyilir? Məsələn, sənə deyir ki, birinci sualda, niyə belə deyirik? Birinci sualda bizə nə deyilir uşaqlar? Deyir ki, ekran saving eləsin. Arccosinus kökdə 3 bölü 2-ni biz bilirik ki, 30 dərəcədə alır. Deməli, mən bu bucağı tapdım ki, 30 dərəcəyə bərabərdir. Ekran işləmir, deyəsən. Baxın. Mən bilirəm ki, bu 30 dərəcədən danışır. 30 dərəcədən danışdığına görə gətirib bunun yerinə 30 dərəcə qoyacağım. Ekranı da belə eləyək. Gətirib bunun yerinə 30 dərəcə qoyacağım uşaqlar. 30 dərəcə qoyandan sonra şakir də bilir ki, bura 30 dərəcədirsə sinus 30 dərəcənin ədədi qiyməti, sonra bizdə əlimizdə qalacaq yalnız sinus 30 dərəcə, ədədi qiyməti isə 2/1. Gəlirəm ikinci qaydasına. İkinci qaydanı buradan yazım, ondan sonra başlayaq. Məsələn, arcsinusun arqumentində mənfi görsək uşaqlar, mənfini çıxardırıq qarşıya, yazırıq arcsinus x. Amma arccosinusun arqumentində mənfi görəndə mənfini qarşıya çıxarmırıq. Arccosinus pi minus x yazırıq. Amma arctangensin arqumentində mənfi görəndə uşaqlar, mənfini çıxardacaq qarşıya, arctangens x yazacaq. Amma uşaqlar, arccotangens x-də arqumentdə mənfi görsək, arccotangens pi minus x yazacaq. Bax, bunu unutmayın. Arccotangeslərdə, kosinus və kotangesdə, cığlarda pi-dən x-i çıxacaq mənfi olanda. İndi müəllimə 2 nömrəli sualı necə yazarıq? Arctangens 1-i harda alır? 45 dərəcədə, pi böl 4-də. Mənfi də atdım qarşıya.
Demişdik ki, tangesdən sinusda qarşıya çıxarda bilərik. Sinus kökdəki bölü 2-ni harda alır? O da 45 dərəcədə, pi bölü 4-də. Kosinus 2-də 1-i alacaq uşaqlar 60 dərəcədə. Pi bölünsün 3-də. Amma mənfi olduğuna görə bu mənfi ilə işim yoxdur. Biz pi-dən çıxacağıq pi bölünsün 3-ü. Ümid edirəm ki, nə demək istədiyim aydındır. Ekran niyə belə oldu? Deməli, birincisində pi bölünsün 4 idi. Digərində isə pi bölünsün yenə 4 idi. Bu da mənfi idi. Burada da yazdıq ki, pi çıxılsın pi bölünsün 3. Bunlar getdi uşaqlar. Qarşıda mənfi qalıb. Pi-dən pi bölünsün 3-ü çıxsam, bu da eləyəcək 2 pi bölünsün 3. Mənfi 2 pi bölünsün 3. Cavab eləyəcək Y variantı. Və yaxud 3 nömrəli sualı analiz eləyək. 3 nömrəlidə baxırıq yenə arc kosinusa. Arc kosinus mənfi kökdə 3 bölünsün 2. Kosinus kökdə 3 bölü 2-ni 30 dərəcədə alacaq. Yazacağım pi bölü 6. Amma mənfi olduğuna görə pi-dən çıxacağım pi bölünsün 6-nı. Üzərinə gəlinsin sinus 2-də 1-i alacaq 30 dərəcədə. Bu da yenə pi bölünsün 6 yazaram. Tangensdə mənfi kökdə 3-ü 60-da alır. Yəni pi bölü 3-də. Mənfidirsə atdım qarşıya. Bunlar gələcək, qalacaq pi çıxılsın pi bölünsün 3. Bu da eləyəcək 2 pi bölünsün 3. Yəni 3-cüdə cavab A variantı. Gələk növbəti suala. 4 nömrəli suala baxın. Deyir kosinus mənfi 1. 4-də. 2 dənə kosinus mənfi 1-i alacaq pi-də. Çıxılsın 3-də 1. Kosinus kökdəki bölü 2-ni alacaq pi bölünsün 4-də gənclər. Üzərinə gəlinsin 2 vurulsun. Kosinus 0-ı isə alacaq pi bölünsün 2-də. O da bərabər eləyəcək. Bu 2-lər gedər. 2 pi üstə gəl bu pi. Eləyəcək 3 dənə pi. Çıxılsın pi bölünsün 3-ü 4-ə vuraram 12. O da eləyəcək 12. Bunun məxrəcinə 1 kimi baxaram. 3 pi-ni 12-yə vuraram. Eləyəcək 36 pi. Çıxılsın bir dənə pi. Eləyəcək 35 pi. Bölünsün 12. Yəni cavab B variantı. Dedik ki, arctangens kökdə 3 bölü 5 üstə gəl arckotangens kökdə 3 bölü 5 bizə hər zaman pi bölü 2-ni verəcək. 2-lər gedəcək. Cavab qalacaq yalnız pi. Y variantı. Burada da arc sinus 3-də 1 üstə gəl arc kosinus 3-də 1. Bu da bizə pi bölünsün 2-ni verəcək. Yəni 4 vurulsun pi bölünsün 2 uşaqlar. Bu da eləyəcək 2 pi. Bu da getdi gənclər. Gəlirəm 7 nömrəli suala. 7 nömrəli sualda nə deyilir? Deyir arc sinus mənfi kökdə 3 bölü 2. Sinus kökdə 3 bölü 2-ni 60 dərəcədə alır. Yəni pi bölünsün 3-də. Mənfi də atdım qarşıya. Kosinusda mənfi olanda pi-dən çıxırdıq. Kökdəki bölü 2-ni pi bölünsün 4-də alır uşaqlar. Tangens kökdə 3 bölünsün 3-ə 30 dərəcədə alır. Bu da pi bölünsün neçə edir? 6-da. Sadə hesablama ilə nə edə bilərəm? Heç nə, düzdürmü? Və yaxud belə də edə bilərəm. Bu mənfi 60 dərəcədir. Pi-dən 180-dən 45 dərəcəni çıxsam 135 dərəcə eləyər. Üstə gəlinsin 180-dən 30 bu da eləyər. Mənfi 30 105 dərəcə eləməlidir. 105 dərəcəli bucaqda hansı bucaqdır bizdə? 15 7 ilə A variantı. 7 pi bölünsün 12 eləyəcək. Ortaq məxrəc tapıldı eləyərdim. Amma eləmədim. Gəlirəm 8 nömrəli suala. Deyir arc kosinus kökdə 3 bölü 2. Alır 30 dərəcədə. Pi bölünsün 6-da. Sinus 2-də 1-i alır yenə 30 dərəcədə. Pi bölü 6. Amma bu mənfi ilə bu mənfi eləyəcək müsbət. Tangens kökdə 3-ü isə alacaq uşaqlar 60 dərəcədə. 60 dərəcənin radianla göstəricisi pi bölünsün 3-dür. Mənfini atdım qarşıya. Çıx. Arckotangens mənfi 1 yazıb. O da pi eləyəcək. Pi bölü 6-nın üstünə pi bölü 6, pi bölü 3 eləyər. Bunlar gedəcək. Cavab qalacaq mənfi pi. Neysə, səhv yazmamışam. Deməli bir dənə baxım. Arc kosinus kökdə 3 bölünsün 2-ni. Kökdə 3 bölünsün 2-ni 30 dərəcədə alır. Sinus 2-də 1-i üstə gəlinsin. O da 30 dərəcədə alır. Burada mənfidir. Kökdə 3-dür. 60 dərəcədə alırdı da, düzdürmü? Mənfidir də, o mənfi kökdə 3-dür. Mənfini atdım qarşıya. Pi bölünsün 3 elədi. Bu pi bölü 3-lər mənfi pi qalmır burada. Ya misal özü səhvdir. Misala baxın bir dənə. Buradan baxın görüm. Bir dəqiqə səbirli olun. Orada baxım nə yazıb orada. Neçə nömrəli sualdır? 8. Minusu var da bəli onun. Minusu var. Çıx arckotangens mənfi 1-dir. Yox, mən kosinus mənfi 1. Kotangens də orada baxanda gördüm. Kotangens mənfi 1-dir bu. Kotangens 1-i alır pi bölü 4-də. Mənfi 1-i də alır. Pi minus pi bölünsün 4-də. Çıx pi minus pi bölünsün 4. Uşaqlar. Bunlar getdi. Qaldı yerdə mənfi 4 pi-dən pi-ni çıxaram. 3 pi bölünsün 4. Bu kotangensi kosinus kimi baxmışam.
Gəlirəm 9 nömrəli suala. Sinus 2-də 1-i 30 dərəcədə alır. Yəni pi bölü 6. Mənfi atdım qarşıya. Kosinus kökdəki bölü 2-ni pi bölü 4-də alır. Amma mənfi olduğuna görə pi-dən çıxacağım. Pi bölünsün 4-ü. Üstə gəl. Tangens mənfi 1-i pi bölünsün 4-də alacaq. Atdım qarşıya. Tangens mənfi kökdə 3 isə 60 dərəcədə alacaq. 60 dərəcənin radianla göstəricisi isə bu da pi bölünsün 3-dür. Bunda necə eləyək? Bunda da belə yazaq da sizin üçün. Dərəcə ilə yazmayayım. Düzdürmü yazım ya dərəcə ilə. Mənfi 30 dərəcə. Üstə gəlinsin. 180-dən bu yenə 135 dərəcə. Çıx 45, çıx 60 dərəcə. Mənfi 0 elədi hamısı uşaqlar. Şu. Gələcəyim. Ark sinusla sinus yan-yana gəlirsə bunlar gedəcək və 90 misillərini buradan atarım. 90 misillərini atsam 90 pi-ni yəni 2 pi bölünsün 5 qalacaq. 11 nömrəli sualda eyni qayda ilə həll eləyəcəyik. Gəlirik 12 nömrəli suala. 12-ni necə analiz eləyərik? Sinus kökdə 3 bölünsün 2-ni. Alacaq 60 dərəcədə. Kosinus 60 dərəcənin qiyməti 2-də 1-dir. Üstə gəl kosinus. Bu ark kosinusun yerinə mənfi olduğuna görə pi çıxılsın. 2-də 1 alır 60 dərəcədə. Üstə gəlinsin, digər tərəfdə də pi bölü 3 var. Bunlar gedər. Kosinus pi-nin ədədi qiyməti mənfi 1-dir. 2-də 1-dən mənfi 1 çıxsam, mənfi 2-də 1 Y variantı. Gəlirəm 14 nömrəli suala. 13-ü özünüz yazın, eyni sualdır. 14 nömrəlidə nə deyilir? Deyilir ki, sinus ark kotangens x. Uşaqlar, gəl bunu belə analiz edeyim. Sinus ark kotangens x. Ark kotangens x funksiyasının qiymətlər çoxluğu harda təyin olunmuşdu? Dedik ki, 0-dan 1-də təyin olunur və interval heç birini almır. Uşaqlar, 0-dan 1-də təyin olunub dedikdə bu 0-dır. Sinus 0-da 0 alır. 0-dan pi-də təyin olunub. Bu nədir? 0-dan pi-də təyin olunub. Bu 0-dan pi-yə gəlincə fikir verin. Sinus onsuz da 0-da da 0-dır. Pi-də də 0-dır. Yəni cavabı 0-0 götürmürük. Amma bu 0-dan pi-yə gəlincə axı burada pi bölü 2-dən keçir. Pi bölü 2-dən keçdiyinə görə sinus da pi bölü 2-də 1 alır axı. Orada 1 qiyməti qalıb arasında. Ona görə 0 almayacaq, amma 1 alacaq. 0-a interval, 1-ə isə parça. Ümid edirəm aydın nə demək istədiyim. Yenə deyirəm. Ark kotangensin qiymətlər çoxluğu 0 pi-dir. 0 pi-dir və sinus x funksiyasına bir dənə baxın. 0-dan pi-yə gəlincə 90 dərəcədən keçir. Axı sinus 90 dərəcədə mütləq 1 alır. 0-da da elə 0 alacaq. Ona deməli baxırıq 16 nömrəli suala. Nə deyir 16-da? 16-da deyilir ki, sinus, bax çevirmədir uşaqlar bu. 3 pi bölünsün 2-də kosinusa çevirilənəcək. 4-cü rübdə sinus mənfidir. Kosinus ark kosinus 3-dəki. Üstə gəlinsin kosinus pi-də sinusa çevirilənəcək. 1-ci rübdə onsuz da kosinus müsbətdir. Sinus ark sinus 7-də 3 uşaqlar. Biz demişdik bunlar ard-ardınca gəlirsə sinus ark sinus gedəcək cavab arqumentə bərabərdir. Mənfi 3-dəki üstə gəlinsin 7-də 3 olacaq. Eyni zamanda ortaq məxrəc taparam bunlara 21. 3-ə bölərəm 7, 2-yə vuraram 14, mənfi 14. Bu da 9 eləyər. Mənfi 5 bölünsün 21 eləyəcək. Hansı variant? B variantı. 17 nömrəli suala baxın. Kosinus ark tangens mənfi 2. Belə tipdə sualları necə yazacaqsınız uşaqlar? Bax, mən bu ark tangens mənfi 2-yə bir dənə alfa deyirəm. Onda belə çıxır ki, mən kosinus alfanı tapmalıyam. Yerinə alfa dedim axı bunun. Sonra da bilirəm ki, ark tangens mənfi 2 alfadsa, tangens alfa buradan bərabərdir mənfi 2-yə. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Tangens alfa qarşıdakı katetin bitişik katetin nisbətidir. Bura 2, bura 1-dir. 2-nin kvadratının üzərinə 1-in kvadratını gəlsən, bura kökdə 5 eləyər. Amma bizdən kosinus alfadan danışır. Mənfini də qeyd eləmir uşaqlar. Bizdə kosinus alfadan danışdığına görə kosinus alfa funksiyasının kosinus alfa isə bitişik katetin hipotenuza nisbətidir, elə deyilmi? Bitişik katetin müəllimə 1-i bölürəm kökdə 5-ə. İndi sən də ark tangensin qiymətlər çoxluğunu bilirsən. Bəs mənfi yazım, müsbət yazım, orada problem var. Fikir ver. Ark tangensin qiymətlər çoxluğu mənfi pi bölü 2 ilə müsbət pi bölü 2-dir. Bu da o deməkdir ki, bu 1-ci rübdür, bu da 4-cü rübdür. 1-ci və 4-cü rüb olduğuna görə uşaqlar, mən cavabı mənfi götürə bilmərəm. Çünki kosinus 1-ci və 4-cü rübdə müsbətdir. Ona görə mənim cavabım 1 bölünsün kökdə 5 olacaq. Variant B variantı. Qəşəng sualdır, maraqlı sualdır. 2 qat arqumentdə bunun daha maraqlı üsulları var. 18 nömrəli sual. Y bərabərdir 2 üstə gəlinsin 10 böl pi. Ark sinus
4x minus 1. Uşaqlar, arksinusun qiymətlər çoxluğu bayaqlarda qeyd elədik ki, baxın, bunun opşi yerinə mənfi pi bölünsün 2 ilə müsbət pi bölünsün 2 qoya bilərəm. Özə parçadan danışacağıq. Yəni, bir dəfə yazacağım ki, y bərabərdir. 2 üstəgəlinsin 10 bölünsün pi, vurulsun pi bölünsün 2. Bir dəfə də yazacağım y bərabərdir. 2 üstəgəlinsin 10 bölünsün pi, vurulsun mənfi pi bölünsün 2. Bunlar gedər, 5, 7 eləyər. Burada da bunlar gedər, mənfi 3 eləyər. Deməli, mənim qiymətlər çoxluğum mənfi 3 və 7 eləyəcək. Burada da 0 ilə pi qoyacaq. 0, pi. 8 böl pi'ni 0'a vursam 5 çıxsam mənfi 5 eləyər. Pi'yə vursam 5 çıxsam 3 eləyər. Mənfi 5 və 3 eləyəcək. Gəlirəm əjdaha bir suala, 20 nömrəli suala. Mən bunu özümə məxsus tərzdə izah edeyim sizin üçün uşaqlar. Arcsinus alfa üstəgəlinsin arccosinus alfa üstəgəlinsin arctangens alfa. Fikir versəz alfa, alfa, alfa. Hamısında alfa 1'dir. Şagird bilir ki, arcsinus alfa üstəgəl arccosinus alfanın qiyməti pi bölü 2'dir. Amma bizə ən kiçik qiymət deyir. Tangensin ən kiçik qiymətini əslində bilmirik. İxtiyari qiymətdə təyin olunub. Amma alfalar olduğuna görə və bu da sinus aid olduğuna görə, kosinus aid olduğuna görə alfalar həm orada da olduğuna görə məcburiyyətdə minimum qiymət mənfi 1 olacaq. Ondan aşağı qiymət ala bilməz. Yenə deyirəm, sinus və kosinusun argumentində olduğuna görə. Ona görə arctangens alfanın ən kiçik qiymətini biz mənfi 1 götürəcəyik. Mənfi 1'i tangens harda alır? Mənfi pi bölünsün 4'də. Pi bölü 2'dən də pi bölünsün 4 çıxsam, cavab eləyəcək pi bölünsün 4. Yəni cavab A variantı çox qəşəng sualdır. Gəlirəm 21 nömrəli suala. Bu təzə sualdır. Arctangens x bərabərdir arccosinus 5'də 4. Bu arctangens olmalıdır ki, sağ tərəf. Mən onu tapa bilim. Buna bir dənə alfa desəm. Belə çıxır ki, kosinus alfamız bizim 4 bölü 5'dir. Kosinus da nəyin nisbətidir uşaqlar? Bitişik katetin hipotenuza nisbətidir. 5'in kvadratından 4'ün kvadratını çıxsam, burada 3 yazaram. Arctangens isə arctangens x bərabərdir. Bax, bu bucağı alfa demişdik. Tangens alfa isə qarşıdakı katetin bitişik katetə nisbətidir. Yəni, bu demək olacaq ki, 3 bölünsün 4 B variantı. Kosinus kökdəki bölünsün 2'ni alacaq pi bölünsün 4'də. Tangens pi bölünsün 4'də 1'dir. 2'ni də 1'ə vurub 2 yazaram. Üstə gəl, tangens 1'i pi bölünsün 4'də alır. Kosinus 2'ni də pi bölünsün 4'ə vursam pi bölünsün 2 alacaq. Kosinus pi bölünsün 2 də 0'dır. 2'ni 1'ə vursam cavabımız eləyəcək 2. Gəlim 23 nömrəli sualda yazım. 3 bölünsün pi arccosinus mənfi kökdə 3 bölü 2 üstə gəlinsin arcsinus kökdə 3 bölü 2 üstə gəlinsin arctangens 1 bölü kökdə 3 uşaqlar. Deməli, mən nə edirəm? 3 bölü pi yazıram, kosinus mənfi kökdə 3 bölünsün 2'ni 30 dərəcədə alır. Yəni pi bölü 6'da. Mənfi olduğuna görə pi'dən çıxacaq. Sinus kökdə 3 bölünsün 2'ni uşaqlar 60 dərəcədə alır. Yəni pi bölünsün 3'də. Tangens də 1 bölünsün kökdə 3'ü, o da 30 dərəcədə alır. Yəni pi bölünsün 6'da. Bundan bu gedəcək. Qalacaq bərabərdir. 3 bölü pi. Pi'nin üstünə pi bölünsün 3'ü gəlsəm, eləyəcək 4 pi bölünsün 3. Bu da vurmadı. Pi'lər gedəcək uşaqlar, 3'lər də gedəcək. Beləliklə cavabımız qalacaq 4. Sonra gəlirəm buna. 24'ü özünüz yazarsınız. Tangens, arctangens yan yana gəlirsə cavab argumentdir. Sinus, arcsinus yan yana gəlirsə cavab argumentdir. Kotangens, arckotangens yan yana gəlirsə cavab argumentdir. Toplaya bilərsiniz. 10 0 yaza 60, 60.2. Bunun da cavabı elədi belə. Gəlirəm 27 və 28 nömrəli suallara. Hər ikisi çox qəşəng sualdır. Mənə diqqətlə qulaq asın. Uşaqlar, fx funksiyası bərabərdir 3 dənə arcsinus x minus 3 bölü 2 üstə gəl 4 dənə arctangens x minus 3. Arcsinus funksiyasının bax təyin oblasından danışırsa, argument, yəni x minus 3 bölü 2 mənfi 1-lə müsbət 1-də təyin olunmalıdır. Bunu aşa bilməz. Arctangesdə ixtiyari qiyməti ala bilərdi. Amma kökün altında olduğuna görə bu x minus 3. Kök altı funksiya 0'dan böyük bərabər olmalıdır. Yəni x böyük bərabərdir 3'dən. Bunun da hər tərəfini mən gətirib vuraram 2'yə gənclər. Hər tərəfini 2'yə vursam bunu da, bunu da, bunu da.
Mənfi 2 eləyər kiçik bərabərdir 2-lər gedər x minus 3 eləyər kiçik bərabərdir 2. Mənfi 2-nin üstünə 3 gələrəm 1 kiçik bərabərdir x kiçik bərabərdir 5. 1 ilə 5 arasında amma 3-dən də böyük. Fikir ver, bu 1-dir, bu 3-dür, bu da 5-dir. Həm 1-5 arası, həm də 3-dən böyük. Hər ikisinin kəsişməsi 3 və 5 eləyəcək. 3 və 5. Bizdə A və B yazıb bunun yerinə. A və B-nin hasilini istəyir. 3-ü 5-ə vurub cavab alacağam 15. Maraqlı sual idi. 28 məncə bundan da maraqlıdır. Diqqətlə qulaq asın. Kotangens yazaram. 2-də 1 arc sinus 5 bölü 13 üstə gəl 2-də 1 arc sinus 12 bölünsün 13. İndi sizə yenə belə qəşəng bir yol deyim. Mən buna bir dənə alfa deyərəm. Buna da bir dənə beta deyərəm. Onda belə çıxır ki, sinus alfa bərabərdir 5 bölü 13. Onda belə çıxır ki, sinus beta bərabərdir 12 bölünsün 13. Düzdürmü? Və misalı belə yazıram. Kotangens 2-də 1-i çıxartsam mötərizə xaricinə, alfa üstə gəlinsin beta qalar. Bəs müəllimə, bundan necə çıxış eləyəcəyik biz? Lap yaxşı. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Sinus alfa uşaqlar bu bucağa alfa desəm. Qarşıdakı katetin hipotenuza nisbəti idi. Yəni müəllimə, bura 5-dir, bura 13-dürsə, 13-ün kvadratından 5-in kvadratını çıxsam, bura 12 eləyər. Sonra da baxıb görəm ki, 12 bölünsün 13. Onda belə çıxır ki, bu bucaq betadır da. Çünki sinus betanı almışam bərabərdir 12 bölünsün 13. Həqiqətən də 12 bölünsün 13 eləyir. Deməli, beta da bu düzbucaqlı üçbucağın digər bucağıymış. Onda alfa ilə betanın cəmi sən demə müəllimə 90 dərəcə şərtini verəcəkmiş bizə. Onda misal olur kotangens 2-də 1 vurulsun 90. Yəni kotangens 45 dərəcə uşaqlar. O da bərabərdir. Cavabımız 1 eləyəcək. Kifayət qədər maraqlı sualdır. Məsələn, baxaq 29 nömrəli suala. Birinciyə nə gedər? Birinciyə gedər ki, sinus x funksiyasının qiymətlər çoxluğundan danışır. Təbii ki, sinus x-in qiymətlər çoxluğu mənfi 1-dən müsbət 1-dir. Bunu demişdik. İkinciyə nə gedər? İkinciyə gedəcək uşaqlar arc cosinus x funksiyası. Arc cosinus x funksiyasının təyin oblastı, bax buradakı bu x, mənfi 1-dən müsbət 1 alar. A variantı. Buna nə dedik? Qiymətlər çoxluğu. Sonra nə deyə bilərik bunun ikincisi ilə bağlı? Bir dənə də baxım. Qiymətlər çoxluğu deyir 0-dan pi-dir. Bayaq dedik ki, qiymətlər çoxluğu 0 pi-dir. Üçüncüyə nə deyə bilərik? Arc-kotangens x funksiyasının qiymətlər çoxluğu isə B variantıdır. Gəlirəm növbətisinə. 30 özünüz yazarsınız uşaqlar. 31 nömrəli suala baxaq. Birinciyə gedəcək tək funksiya. Tək funksiya. Hansıdır? Arc-sinus x funksiyası koordinat başlanğıcına nəzərən simmetrikdir. Tək funksiyadır. Amma cüt funksiyamız bizim cosinus x funksiyasıdır. Yəni ikinciyə A gedəcək. Sonra nə deyim sizə? Nə tək, nə cüt funksiya. Nə tək, nə cüt funksiya gedəcək x kotangens x funksiyası. Sonra hamısını dedim, tək funksiyanı dedim, bəli, hamısını da dedim. Gəlirəm buna. 33 nömrəli suala. Birinciyə gedəcək. Arc-sinusun, mən də bayaqlar dedim sizə qiymətlər çoxluğunu. Mənfi pi bölünsün 2 ilə müsbət pi bölü 2-dir. Gəl birinci bunları deyim. Arc-cosinus. Arc-cosinus funksiyasından biz nə deyə bilərik? Deyə bilərik ki, ikincidən. Deyə bilərəm ki, təyin oblastı uşaqlar 0-dan 1-ə kimi olacaq. Var elə bir cavab. Bax, bunun təyin oblastı, buradakı x əslində mənfi 1-dən müsbət 1 olmalıdır. Amma kökün altında olduğuna görə 0-1 funksiyası olacaq. Bu getdi buna. Bir də arctangens x funksiyasından danışır. Arctangens x funksiyası da bu ümumi funksiya özü. İstənilən qiyməti ala bilərdi. Amma kökün altında olduğuna görə mənfiləri silirəm. 0-dan müsbət sonsuzluğa qiymət alacaq. Birinci funksiya üçün deyə bilərəm ki, təyin oblastı x mənfi 1-dən müsbət 1-də təyin olunub. B variantı deyə bilərəm. Başqa maraqlı heç nə deyə bilmərəm. Başqa maraqlı birisi nə deyə bilərəm? Bir dəfə yazaram arc-sinusun qiymətlər çoxluğu pi bölü 2-dir. Bir dəfə də yazaram arc-sinusun qiymətlər çoxluğu mənfi pi bölü 2-dir. Bu eləyəcək pi-dən pi bölü 2-ni çıxsam pi bölü 2, o birisi də eləyəcək 3 pi bölünsün 2. Yəni D variantı da gedəcək buna. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.